Salam. Bildiyiniz kimi artı tərəfindən artıq 4-cü və 6-cı siniflərin monitorinq imtahanı üçün çərçivə sənədi müəyyən olunub və paylaşılıbdır. Bugün isə sizə Azərbaycan dilindən bizi imtahanda nələr gözləyir, bunu sizinlə bölüşmək istəyirəm. İlkin olaraq həm 4-də, həm 6-cı sinifdə bilməliyik ki, bizdən həm açıq suallar, həm qapalı suallar veriləcək ki, onların cavabları tələb olunacaq. Elə isə birbaşa başlayacağım. Mən sizə sual tiplərindən izah ki, tapşırıq nümunələri rahat olsun. Məsələn, birinci nümunəmiz, birinci mətnimiz belə bir mətn veriblər. Bədi mətndə gördüyünüz kimi ağac ev, yəni ki, belə deyək, necə deyim sizə ki, daha rahat başa düşəsiniz. Bədi mətn nəyə deyilir? Yəni, biri var elmi mətn, biri var bədi mətn. Hansı ki, oxuyanda orada məcazlardan da istifadə oluna bilər, heyvanlar danışdırıla bilər. Bunlar hamısı bədi mətn hesab olunur. Daha sonra bir oxuyub anlamada informativ mətn nümunəsi veribdir. Bu formada bir mətn düşə bilər. Məsələn, cırcıramanı görə bilirsənmi? Bu tipli bir nümunə qoyublar və daha sonra sizdən də tələb olunan əsas budur ki, siz onların cırcıramalarla iynəcələrin fərqləndirə biləsiniz. Çünki iynəcədən də danışır, cırcıramadan da danışır. Bu da bir növ keçən il monitorinqdə düşən şəkilli mətn əsaslanır ki, orada da bir-biri ilə müqayisəsini əks elətdirmişdi. Üçüncü mətn isə arqumentativ mətndir. Arqument nə deməkdir? Əsaslandırma. Siz fikrinizi əsaslandıracaqsınız. Məsələn, deyir ki, 4 şagird üzməyi xoşladıqları yerləri təsvir edir. Bax, Loğmandır, Ceyhunədir, Turaldır, Jasmindir. Bunlar təsvir ediblər xoşladıqları yerləri. Və nəyə görə sevirlər? Məsələn, Jasmin deyir ki, mən rəfiqəm Humayun yaşadığı binadakı o hovuza getməyi çox sevirəm. Təhlükəsiz olsun deyə yalnız böyüklər yanımızda olanda üzə bilirik. Bax, fikrin əsaslandırır. Hamısı fikrin əsaslandırır ki, nəyə görədir? Təlimat verici mətn ola bilər. Yəni, məsələn, aşbazın qaydaları sizə təlimatlar verir ki, yəni, yaxşı yemək bişirmək üçün və yaxud da ümumiyyətlə yemək bişirən zaman hansı qaydalara əməl etmək lazımdır, nədə ehtiyatlı olmaq lazımdır. Məsələn, belə bir tapşırıq nümunəsi qoyub, şəkilə uyğun gələn sözü seçin. Əlbəttə, bu nədir? Çəkmədir, çünki əsgərlərin qeydiyidir və cavab D bəndidir. 4-cü sinifə aid asan bir səviyyəli sualdır. Belə bir sual verə bilər ki, yuxarıdakı 3-cü mətnə aiddir. Hansı iki şagird hovuzda üzməkdən danışır? Siz bura iki şagirdin adını yazacaqsınız və bu gördüyünüz kimi açıq sualdır. Yəni, yazı tələb edirsizdən, amma sadə açıq tiplidir. Çünki fikrinizi əsaslandırmayacaqsınız. Sadəcə həmin şagirdlərin adını yazacaqsınız. Bu da oxuduğunuzu anlamanızı yoxlamağınız üçündür. Birinci mətnə aid belə bir sual verib ki, ağac evin damı uçanda nə baş verir? Oxuduğunuzu anlaya bilirsinizmi? Yəni, mətndə ata onu təmir mi edirdi, ana onu təmir edirdi, uşaqlar onu təmir edirdi, yoxsa sınmış vəziyyətdə qalırdı? Cavabımız isə elə ana onu təmir edirdi olacaq. Mətni oxuyanda özünüzdə görmüş olacaqsınız. Sonra birinci mətnə aid belə bir nümunə də verib. Ata necə biri kimi görünür? Bax, xarakterik suallar mütləq hər imtahanda olan bir şeydir. Ata necə biri idi? Ata gülməli biri kimi təsvir olunmuşdu. Daha sonra bitdi. Yəni, ana dilindən bizim düşmə ehtimalı olan sual tiplərimiz bu qədərdir. Əsas olan odur ki, sizi bilirəm, narahat edən əsas məqam mətnlərdir və ən əsas da açıq sualın düşməsidir ki, gördüyünüz kimi açıq sual çox rahat tip qoyulub. Yəni, məsəl üçün, deyir, havuzda kim xoşlayır düzməyi və yaxud da orada mətn ola bilər, dondurma yeməyi kim daha çox sevirdi. Yəni, belə rahat suallar qoyacaq və sizdən onun cavabını istəyəcək. Yəni, qorxmağa dəyməz, hər birinizə güvənirik, uzun bir müddət artıq hazırlaşırsınız. Ümid edirik ki, hər birinizdə nəticəsini görəcəksiniz.